Mən də istərdim kiçik də olsa biznesimi açım. Ondan sonra vergi, sanepidemistansiya, pajarını, fövqəladə hallarını. Və burada əsas məqam R hərfi var bir dənə orada. İstədim demirsiniz də, istərdim deyirsiniz. Biz istəyin açın, bir görün varmı, yoxmu? Siz elə bir ki 90-cı illərdən bizim dilimizdə qalıb, o vaxtı ola bilər, o vaxtı var. İndi də bəlkə tək hallarda nəsə olur, belə bir tərəfli danışmaq da düz olmur. Amma hazırda kiçik sahibkarlar hamının ətrafında var da, bir soruşun, öyrənin, görün son illərdə necə rahat işləyirlər hamısı. Adi vergilər idarəsinə gedirsən, elə bilsən bankdasan da, yəni tam rəftar insanla o əvvəlki vaxtlara baxanda çox fərqlidir. Sanepidemistansiya yazmışsınız burada. Qardaş, sanepidemistansiya nə idi? İndi kalbasa istehsal edirsinizsə, təbii ki, özünüz də sertifikat tələb eləyərsiniz də, hara getsiniz. Amma yəni ümumiyyətlə indi bu videoda əsas məqsədim odur ki, kim ki hələ istəməyib, sizin özünüzə də müraciət edirəm. Cəhd etməyib ki, cəhd edin. Yəni elə bir şeylər yoxdur. Sadəcə ölkəmizdə qanun var. Yəni siz vergi vermədən işləmək istəyirsiniz ki, kassa alırsınız, kassanı qeydiyyata salırsınız. Yeriniz varsa yerinizdə işləyirsiniz, icarə müqaviləsi bağlayırsınız. İşinizə